Qarşınızdayam, başlayaq. Sürüdəkilərdəndir sözünü tərkibinə görə təhlil etməliyik. Sürüdəkilərdəndir sözünün kökü sürməkdir. Bunun kökü niyə sürməkdir? Çünki bir çoban sürüsü düşünün. Elə bil ki, çoban həqiqətən də qoyunları sürür. Onlar cərgə ilə, sırayla o qədər səliqəli olur ki, zənn edirsən ki, bunlar həqiqətən də qapalı bir məkandadılar. Yəni o qədər səliqəli gedirlər ki, yolların. Baxırsan ki, bir növ çoban onları sürmüş sayılır. Heç biri qorxusundan, cərgədən, sıradan çıxmış olmur. Bu səbəbdən də sürüdəkilərdəndir sözünün kökü sürməkdir. Yerdə qalanlar da i, u, ü, feildən ad düzəldən şəkilçidir. Daki hər zaman leksik sayılan sifət düzəldən şəkilçidir. Lar, lər, cəm şəkilçisi olduğuna görə qrammatik, dan, dən, belə deyək, ismin çıxışlıq hal şəkilçisi olduğuna görə qrammatik, dır, dir, dur, dür də şəxs sonluğu olduğuna görə hər zaman qrammatik sayılır. Bizim sözümüzdə kök, 2 leksik və 3 qrammatik variantımız olacaq, C variantı.